Şahkəram oğlum evindəyik. Allah şəhidimizə rəhmət eyləsin. Mən Şakirəm. Allah sizdən razı olsun. Hər kim gəlsə mənim oğlum Seyzən rayonunda Şükəndə. Anadan olub, Orta məktəbdə oxuyub. Deməli 2015-ci ildə hərbi xidmətə yol düşüb. Yol düşəndən sonra qış ayı olub, yanvarın 12-si mən yola salmışam. Gedib Gəncə hərbi hazırda orada keçib. Andışma günü orada yol olmuşam. Ondan sonra onu bölüblər, göndəriblər Tərtər rayonunun Qırmızı kəndinə düşür. Deməli, iyulun 26-sı onun yaxşı xidmətinə görə məzəsi 10 günü buraxırlar. Deməli, ayın 5-i, avqustun 5-i təzədən onu yola əskər salmışam. Ayın 19-u, 2015-ci ayın 19-u düşmənə qarşı hücuma qalxıblar. Ayın 19-u gecə şehid olublar. Allah bütün şehidlərimizi rəhmət eləsin. Şehidlər bizim fəxrimizdir. Ondan sonra neçə dəfə kim istəsə mənim evimə ziyarət edirlər. Çünki şehidlər bizim fəxrimizdir. Allah sizdən razı olsun. Allah sizə var etsin ki, bizi edib gəlmişsiniz. Çox sağ olun, gəldiyiniz görə zəhmətinizi halal olun. Yarının gözleri her an intizarda. Valla kasıbçılıqla böyütmüşdüm. Uşaqlar kimi də əskər getmişdik. İstəyərdik qayıtsın, gəlsin, anasına kömək eləsin, atasına kömək eləsin, qazansın, götürüb gəlsin. O demişdi ki, biz ana mən hələ eləcəyəm ki, süzdür, ben kasıbçılıq çəkməyəcəksin, gələcəm deyir, qazanacağım, götürəcəyəm deyir. Çox kasıbçılıqla böyütmüşdüm. Onu bir gün tapırdım, bir gün tanmırdım. İstəyərdik o da giyinsin, keçinsin, dostlarla desin, gülsün, ama gel gör ki, arzuları necə deyim də sənə, ürəyi qabul olmadı. Necə deyim sənə, hələ bir ki, əskərligini tezə gəlmişdi, hələ dedi, güldü. Necə başa salım səni, qonşuda toy var idi. Bir şey dedi, ay mama dedi, ben bandı vermişim, çalışırlar orada oynayacağım. Ben de dedim ki, ben de gedim tamaşa edeyim, bakın. Dedim, niye oynamırsan? Dedi, ay mama yok dedi, şeydi dedi, gel gidelim dedi, öve dedi, sonra gelip oynayaram. Qonşuda toy idi, sonra geldim, paltarlarını yudum. Necə deyim sen, toyu ki görmedi de babamı, bir iki evden oldu ki görmedi. Sonra gedəndə de dedi, ay mama dedi, darıxma dedi, tezliğine əskerimi çekip geleceğim. O geden gitti, qarı xəbər gəldi üstümüzə. Necə deyim, bir de ki o çok dərdi dostlarımla deyəndə de, güləndə de bilmək olmurdu da. Hələ gəlirdi, dedik, ay Zəminə xala, ay Zəminə, biz Rəşad belə şey dedi, necə deyim, Rəşadla deyərdi, gülərdi, dedi, anavı dedi, incitmə, papanı incitmə, qarşısında bu sözləri dedi, getdi. Şəhidlər torpağa yeni can verir. İllərdir yaralı idi Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmayır qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Vətəni canından üstün bilərək şəhadət andını içdi şəhidlər. Torpağı düşməndən azad edərək ömürlük tarixə keçdi şəhidlər. Ömürlük tarixə keçdi şəhidlər.